Salam, hər vaxtınız xeyir olsun. Bugün səhər yeməyi üçün isti, çox dadlı, yumuşaq bişmələr hazırlayıram. Öncə apara hazırlayıram. Qaba 1 paket maya, 1 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı un, 250 ml iloq süd əlavə edib qarışdırıb qoyuram. Mayalansın bunlar. Ləyənə 6 stəkan un əlavə edirəm. 1 çay qaşığı duz əlavə edib öncə quru ərzaqları qarışdırıram. Üzərinə aparanı əlavə edirəm. 100 qram əridilmiş kərə yağı, 250 ml iloq su əlavə edib yumuşaq xəmir hazırlayıram. Xəmiri biraz yoğurduqdan sonra üzərinə bitki yağı əlavə edib yenidən yoğururam. Hazır olduqdan sonra toparlayıb üzərinə örtüb qoyuram mayalansın. Xəmir də çox gözəl mayalandı. Masanın üzərinə yerləşdirib toparlayıram. Unlayıb xəmiri yayıram. Bu böyüklükdə xəmiri yaydıqdan sonra üzərinə kəsmik əlavə edirəm. Kəsmiyi xəmirin hər tərəfinə yaydıqdan sonra üzərinə kərə yağı rəndədən keçirdirəm. Kərə yağına biraz sarı kök qarışdırıb, daha sonra buzluqda biraz bərkitmişdim. Və xəmiri rulet formasında bükürəm. Bükdükdən sonra da 12 hissəyə ayırıram. Yağlı kağız sərdim, soba listinə düzürəm. Üzərini paketlə örtüb soba listində də mayalandırıram. Çox gözəl mayalandı. Üzərinə yumurta sarısı ilə süd qarışımı çəkirəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Bişdi artıq, hazır şəklinə də baxa bilərsiniz. Səhər yeməyi üçün kəsmikli, yumuşaq, isti bişmələr hazırladım sizlər üçün. Hazırlayıb siz də yoxlayın. Səhər yeməyi üçün şirin çayla çox ləzzətli olur.